Bir orqanizmdə iki növ xərçəng ola bilərmi? Bəli, bir orqanizmdə iki növ xərçəng ola bilər. Bəzən biz ginekoloji orqanların bədxəstəliklərinə görə apardığımız əməliyyatlar zamanı digər orqanların da xərçəngini aşkar edə bilirik. Xüsusilə də yoğun bağırsaq xərçəngi. Əməliyyat zamanı yoğun bağırsaqda ayrıca bir şiş kütləsinin olduğu aşkar olunur və yaxud əməliyyatdan öncə aparılan müayinələrdə. Bu, xəstələr və xəstə yaxınları tərəfindən belə bir fikir formalaşdırır ki, yəqin ki, uşaqlıqda olan xərçəngin düz bağırsağa olan metastazıdır. Metastaz hər bir orqana görə fərqlidir. Əgər həmən növ şişdən digər orqanda aşkar olarsa, bu metastaz hesab olunur. Amma fərqli bədxəstəli şişlər bir insanda eyni zamanda iki növ xərçəngin, yəni iki növ bədxəstəli şişin rast gəlməsidir ki, biz buna sinxron xərçəng deyirik. Orqanizmdə iki orqanda, üç orqanda fərqli bədxəstəli şişlərə rast gəlinə bilər, fərqli xərçəngə rast gəlinə bilər. Bunlar bir-birinin metastazı hesab olunmur.